Səhifədə 39-da. Bu data tiplə biz bunun adını eşitmişik. Harda eşitmişik adını? Gələk aşağı, yenə əvvələ qayıdıram. Solda heç. Kameranı açmışsınız görüntünü. Bir dəqiqə açıram. Ve ekran kaydı. Ekran kaydı gelir. Kameramı bir dənə baxım görün açanda mənə deyərsiniz. Görsəndi. Görsən də. Hə, redaktorlar, dəyişən, bizə nə lazımdır? Data tiplər. Data tiplər. Burada çoxu ilə artıq tanışsınız. List metodları, string metodları və bizə nə lazımdır indi? Dictionary ilə işləmək. Çünki bu Pythonda çox istifadə olunan canlıyan təşrif gəldi. Yəni və digər proqramlaşmada da çox istifadə olunan. Demək olar ki, hər saytda qeydiyyat varsa bundan istifadə olunur və ya da databazdan götürülür. Dictionary qısaca dic belə yazılır, bu formada yazılır. İndi bununla bağlı biraz geniş təsəvvür yaranmalıdır bizdə. Qalxaq 30 neçədir? 39-cu səhifə. Hə. Burada. Deməli, dictionary nədir? Məlumatları açar və dəyər key value şəklində saxlayan data tipdir. Hər məlumatın key olur, yəni açar olur, bir də values olur, dəyəri olur. Bu formada yaradılır. Yaxınlaşdırın, tam görün. Məsələn, burada özünüzü də yarada bilərsiniz və yaxud da hansısa bir maşın və yaxud da hansısa bir məhsul yarada bilərsiniz. Məsələn, yazırsan ki, elə bu dərs keçə-keçə yaradacaqsınız. Tələbə yox, məsələn, öz adını yazacaqsan. Öz adın da olar. Öz adını yaradırsan və öz adına uyğun mənimsədəcəksən key, bir də val. Deməli, bərabər də qoyulur mənimsətmə və əyri mötərizə açılır. Başa düşülən olsun deyə bir əyri mötərizənin yuxarısında bir açılan yeri, bir də bağlanan yeri bu formada. Bunu yuxarıda başqa formada belə uzun da yaza bilərik, yəni bir sətirdə. Amma o başa düşülən olmayacaq da, belə ən rahat yazışı budur. Deməli, dırnağı açdıq, key yazırıq, sonra qoşa nöqtə, sonra dırnaqda və yaxud da istəyirsiniz dırnaqsız. İndi stringsə dırnaqda, number-dırsa, rəqəmdirsə dırnaqsız, true, false yaza bilərsiniz. Yəni bu formada və məcbur deyil 3 dənə, 1 dənə də ola bilər, 5 dənə də, 10 dənə də ola bilər. Key value, amma hər bir keyin value'su olmalıdır. Bu biraz input oxşuyur deyəsən, hə? Input aşağıda yazırdıq. Burada elə hazır qabağında verilir. Burada belə hazır formada belə yığırsınız. Sonra bundan istifadə edirik. Biz elə bunu açaq. Burada məsələn kitab yaradılıb. Tutaq ki, adı nədir, müəllifi nədir, il nədir. Yəni belə deyək, virtual bir obyekt yaradırsınız. Onun məlumatlarını daxil edirsiniz proqramlaşdırmada. Yəni bu belə bir obyekt yoxdur, siz yaradırsınız. Biz də axı nə demişdik? Demişdik proqramlaşdırmada hər şey ssenarilərini özümüz qururuq, hər şeyi özümüz yaradırıq da. Məsəl üçün bunu silirəm. Tələbə çox yaxın olmaz. Tələbədir, adı budur, yaşı budur. Məsələn, sizə bir dənə belə bir sual verim. İndi Fatimə xanım çox irəlidədir bizdən mövzuda. Düzdür. O rahat biləcək, amma digər yoldaşlar görək. Bir dənə bu suala baxaq, çünki bu dictionary-lə birbaşa əlaqədə və çox lazım olan bir hissəsidir. Ona görə də təzədən qayıtdım listə. Bu listimiz. Print edirəm. Adlar. Çıxdı adlarımız. Gəldim aşağıda deyirəm ki, adlar. Hər heç kim isə deməsin.
Hı. 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 İndi mənə nə lazımdır? İndi mənə lazımdır. Necə silinib mən. Bunu götürürəm. Atıram bura. Nəticə necə olacaq? Nəticə false. Xəta Hə, olacaq, nan xəta, olacaq. xəta olacaq. Xəta. Xəta olacaq. Niyə Xəta görə? olacaq. Məncə Axı false. False. Elmin yazmaq, elmin yazmışsınız ona görə. Hə. Fatimə nə deyir? Fatimə cavabı mənim maraqlıdır. Səhv deyirəm, düzgün deyil axı. Çünki səncə Fatimə Məncə eynicə siyahını verəcəyik. Axı adlar bir, elmin nə dəxlisi var? yenə bu siyaha çıxacaq. Elvin Bəli. deyir. Elvin də xəta deyir deyəsən. Elmini print eləməmişik axı. Hə, indi Elvin cavabı nədir? Məncə elə şey adlar olmalıdır. Çünki indi fikir verdim. Çünki dəyişən dəyişib də. Yəni bu formada çıxacaq da elə eyni şey. Bəli. Hə, indi fikir verdim mən də. Baxın. Hə, çünki şey adların qabağını bu dəfə dəyişən dəyişib kvadratda bir olub. Hə, indi bax, eynidir səncə bunlar. Hə, elmin dəyişdi. Bax belə eləyirəm bax. Mən replace eləmək olardı, amma belə bərabər olanda false true adamın ağlına gəlir ilk. Bu 2 bərabər deyil axı. 2 bərabər olsaydı sən deyən. Bax, indi Elvin elədim. True. Hə. Və yaxud da bir rəqəm. Biz keçmişi indeksləmə. Kəsmişik yəni. Keçmişik də. Biz burada bu belə bir RAM-də saxlanılan belə bir məlumat var və o nədir? Elvindir. Niyə görə Elvindir? Adların birincisi. Yəni bu. Mən bunu burada dəyişirəm. Deyirəm ki, əvvəl nə idisə olub. Olub keçib. İndi eləyirəm onu 20. Ondan sonra da təzədən bir də çap eləyəndə, yəni ekrana çıxardanda bizə nə göstərəcək? Elvin kimi yox, 20 kimi göstərəcək. Yəni məcbur deyil mən bu listi təzədən yaradım. Təzədən onun ikincisini 20 kimi yazım. Buna məcbur deyil. Bu true sözünü dırnaqda yazmadınız. O şeydir, o müqayisə olduğuna görə dırnaqda yazmadınız. Ümumiyyətlə data tipləri yazanda biz yazılma qaydaları keçmişdi. Stringlər ancaq dırnaqda yazılır, stringlər. True string deyil, true bir data tipdir. Boolean data tip. String kimi olsa belə amma string kimi də yaza bilərik də string kimi yazmaq bunun məntiqsizdir. Amma bəzən lazım ola bilər. Amma belə məntiqsizdir. Çünki mən boolean tip kimi vermək istəyirəm. Ancaq belə yenə burada da çıxanda bax deyək ki belə verdi, düzdür? True. True verib də, düzdür? Görürsən string kimi verib. Bunu silsəm nə kimi verəcək baxaq. Müqayisə kimi. Yəni doğrudur. Boolean tip doğrudur kimi verdi. Elə bir ki, nəsə müqayisə eləmişik. Onun nəticəsi doğrudur. Onu vermişik bura. Bunu niyə göstərdim? Bu düzdür. Fatimə xanım bunu bilirdi. Qabaqdadır. Niyə görə göstərdim? Bax indi print edirəm. Print. Deyirəm ki, burada təzə dərsimizin mövzusudur. Elementi əldə etmək üçün həmin formada 0-1 yox, k yazırıq. Bizim nə keçdik burada? K value. Yəni mən əgər value-nu istəyirəmsə k-yi yazıram. Həmin bax bu formada yenə kvadrat mötərizədə onu yazacağam bura. Yazıram. Tələbə kvadrat mötərizə, düz mötərizə dırnaqda ad. Yəni bu nədir? Mənə onu ver. Bax belə. Yəni bu tələbə dictionary-nin adında nə gizlənir, mənə onu göstər. Gördükmü? Biz bunu keçmişik axı. Keçməmişik. Axı belə ad yazanda elə onun içindəkini verirdi də. Yox, bu dictionary-yə aiddir. Belə bir şey keçməmişik. Buna oxşar hansısa bir mövzu ola bilər. Bu sırf təzə mövzudur.
İndi mən bunu dəyişə bilərəm. Məsələn, deyərəm ki, tələbənin adı yenə eyni qaydada tələbənin dırnaqlı ad, düzdür? Bu əvvəl nə idisə o olub keçib. İndi də deyirəm ki, indi vəbşə Hüseyn eləyə bilərəm bayaqki məsələ. Bəli, bəli. Tələbə. Eləyə bildim. Əvvəl ad Əli imiş. İndi burada gəldim, dəyişdim. Dedim tələbənin adını dəyiş Hüseyn elə. İndi tələbənin adını oldu Hüseyn. Bayaq listə dəyişdik. Burada dictionary-də də dəyişmək mümkün oldu. Aydındır. Bax, elementi əldə eləmək üçün dırnaqda kvadrat mötərizədə yazırıq, K yazırıq. Elementi dəyişməyi də göstərdim. Bu formada, yəni dəyişə bilərsiniz. Print edə bilərsiniz. Metodları. Bunun metodları yenə başqa metodlar da var, amma biz ən çox istifadə olunan hansılardır? Case, values, items, get, update, pop, clear. Bunlara baxacağıq. Deməli, biz başlayaq case-dən. Necə, hansı formada? Yəni ümumiyyətlə metodlar necə yazılırdı? Bax, yenə print metodlar necə yazılır? Tələbə. Tələbə nöqtə case metodu var da, mötərizə bir açıb bağlayırım ki, tələbə nöqtə case, mötərizə case-də bir funksiya olduğuna görə mötərizəsi açılıb bağlanmalıdır. Bizə baxaq nə verəcək. Bu formada bizə case-ləri qaytarır. İndi bu vəziyyətdə deyə bilərsiniz ki, bu case-lər mənə niyə lazımdır? Mən onsuz da görürəm də burada. Ola bilər ki, uzun sətr bir böyük bir kod olar və yaxud da hansısa bir saytdan, başqa yerdən gətirərsiniz, bu gözünüzün qabağında olmaz. Import edərsiniz və s. Onda sən bilməyəcəksən, axı mən bura tələbə dırnaqda nə yazım? Bir dənə məsələn burada böyük A yazıram, belə. Böyük A yazıram. İndi baxaq. Belə ona necə yanaşma edəcək. Fikir verin. Mən dəyişmək istədiyim tələbə adını dəyişə bilmədim. Niyə dəyişəmədim? Çünki birəbir buradakına eyni yazmalıyam. Birəbir buradakı eyni. Əgər gözümün qabağındadsa rahat gəldim, balaca böyüyə də fikir verdim, yazdım. Düzdür? Birəbir mən görməliyəm axı bunu birəbir yazım. Eyni. Görmədim. Bu sizə bir nümunə bir xətadır, nümunə bir səhvdir ki, mən bunu görməliyəm. İndi ya ola bilər ki, kodum çoxlar, bunu görmərəm. Ya da ola bilər hansısa bir başqa bir databazadan gətirmişəm, yenə görmürəm. Onda mənə nə lazım olacaq? Case lazım olacaq. Case'i gətirim, print edeyim, baxaq görək. Bizim deyək ki, hansı case'lərimiz var. Açar sözlər. Ad, yaş. Bir dənə də ad əlavə olunub bura. Fikir verirsiniz, niyə əlavə olundu sizcə? Sizcə niyə əlavə olundu? Çünki tələbə adı yazmışdınız, ona görə. Deməli, buradan nə nəticəyə gəlirik? Ümumiyyətlə, xəta olanda da mən sizə demişəm, çox kod yazmaq yaxşı proqramçılar, hansı proqramçıdır? Çox kod yazanlar. Çünki çox yazılsa, çox şeylə rastlaşır, çox şey öyrənir. Mən bura bunu yazdım, gəlib bura belə bir case düşün. Mən belə bir case yazmamışdım. Yoxdur burada. Amma artıq düşdü. Düşdü və indi mən nəyə baxmaq istəyirəm? Print tələbə. Fikir verin. Ad Əli, yaş 20, ad Hüseyn. Bax, biz bir bərabəri keçmişik axı mənimsətmədir. Və biz bununla birəbir eyni yazanda bunu dəyişəcək. Yox, bir amca fərqi varsa orada böyükçi, artıq əski nəsə varsa, yeni bir case və value əlavə edəcək. Gördünüz? Yəni sübut. Yəni baxır, burada varsa, burada olan dəyişir. Yoxdursa, yenisini əlavə edir. Aydındır? Bəli. Və biz eyni ilə values'lara da baxa bilərik. Onun üçün də təbii ki,
Çox sadədir bu metodlar. Artıq siz onlarla obrislərlə işləyibsiniz deyə bunlar rahat olmalıdır. Ona görə birinci onları keçirir. Onlar sadədir. Onların da içərisində çətinləri var, düzdür. Amma ki, data tip olaraq yəni bu dictionary daha qəlizdir də, başa düşmək. Biri var tam rəqəm, biri var mətin, bir də var. Bunun içərisində həm stringdə var, həm rəqəmdə var. Yəni qarışıqdır. İndi value'lara baxırıq. Buraya nə xəta saldıq? Tələbə, value, case, value. Values, S yaddan çıxartmışıq. Yəni bütün bir dəyər yox da, hamısını göstərir. Orada S cəmi göstərir o barədə. Görürsünüz, indi bizə value'da olanları, yəni dəyərləri göstərir. 50 dəyəri, 20 dəyəri və şeyin dəyəri. Bir dəyər olsa value ilə göstərir, yoxsa hökmən S olmalıdır? Bir dənə də olsa göstərəcək. Value-nun özü S-siz bir dənə dəyərdə göstərir, yoxsa bunun sintaks elə budur? Bu S ümumiyyətlə, bu yəni yazılmış, hazır yazılmış bir koddur. Bu format yazmalısın. İndi sənin bir dənə yəni, olsa... value düzgün deyil də bir sözə. Yox, bu S-li, S-siz yazmağın adiyyətidir. Ancaq S olmalıdır. Metodun adını belə yaradıblar da. Elə bir deyirsən ki, Elvin deyəndə mən tam oluram. Elvi olsa, n-nı götürəndə məni yarım gətir. Belə olmur axı. Yəni sən Elvin deyirsənsə tam şəkildə gələcəksən. Bunu da o tərəf bu tərəf yoxdur. Burada da S mütləq şəkildə olmalıdır. Bir dənə də olsa bir dənə gələcək, 5 dənə də olsa 5 də gələcək. Əsas odur, bu S burada olmalıdır. S-siz xəta verir. Bu oldu values. Items deyəndə hər ikisini gətirəcək. Həm case gətirəcək, həm də value gətirəcək. Bir dənə də items eləyək. Fatımə, sən keçmişdin də bunlara, hə? Hə, mən bilirəm bunları. Pis elədim, ona görə soruşdum. Arada bunları da araşdır. Bu formada göstərir. Case'i budur, value'su budur. Case'i budur, value'su budur və biz özümüzdən də yaratmışıq burada. Onu da göstərəcək. Bir də məlumatı əldə eləmək get metodu. Bax, burada əsas üstünlüyü bunu yadda saxlamaq lazımdır. K yoxsa xəta vermir. Bu nə deməkdir? Biz gəlin belə bir şey deyək. Deyirəm ki, print tələbə belə bir şey yazıram. Deyirəm, nə var? Məsəl üçün, soyad. Güya ki, belə bir bizim keyimiz var. Bunu mənə göstər. Bundan olacaq. Görə nə verəcək? Belə bir key yoxdur. Bax, error alındı. Yəni, key error nə deməkdir? Bu soyadında key yoxdur, yəni. Key yoxdur da. Yəni, belə bir key olmadığına görə bizə belə verdi. İndi mən nədən istifadə edəcəm? Get metodundan istifadə edəcəm. Get edəcəm soyad. Ümumiyyətlə, errordan bacardığımız qədər qaçmalıyıq. Yəni, kod yazanda qaçmalıyıq da. No. Görürsünüz? Yəni, error o demək deyil, error gördünsə, kompüter balla qaçmaq o mənada yozmur. Yəni, error bizə öyrədir. Amma mən bunu yazanda error almıramsa, o birisini yazanda error alıramsa, bunu yazmaq məsləhətdir ki, error olanda kod dayanır, işləmir. Bax, belə bir xüsusiyyət var da, ümumiyyətlə, bütün proqramlarda. Biz tutaq ki, neçə sətr kod yazmışıq da, düzdür? 1000 sətr kod yazmışıq. 8-ci sətirdə error var. Error varsa, proqram çökür, işləmir. Amma ondan alırıqsa, o işləyir. Yoxlayaq istəyirsən. Mən deyirəm, amma sizin görməyibsiniz də, inanmaya bilərsiniz də, deyə bilərsiniz ki, nə deməkdir. Baxaq. Məsələn, A bərabər 5.
Burada işləmə ehtimalı var VS Code-da. Yenə də baxaq. Məsələn, belə bir şey deyirəm. Bunları toplayıram. 15 ver. İndi gəlirəm bura. Yəni burada işləsə belə mən ona haqq qazandırmıram ki, biz error alma. Çünki error proqramı çökdürən bir şeydir. Məsələn, veb saytda error varsa, o veb sayt açılmır. Bir errora görə veb sayt açılmır. Yaxud da işləmir heç nəyi. Error o baxımdan hər şey. Ümumiyyətlə nə üçündür error? Konkret səhv bir şeydirsə, sintaksdirsə və yaxudsa qayda pozmuşuqsa, o bizə xəta bildirir ki, yəni onu düzəldək. Yoxsa aləm deyəcək bir-birinə. Onun üçündür. İndi burada baxaq, görək vəziyyət necə olacaq. Gördünüz? Söz sübut. Bundan sonrası, xətadan sonrası yoxdur. Mən elə bilməm bunu yazmamışam belə bir şey. Gördünüz? Yəni bundan sonra təsəvvür edin ki, 1000 sətr kod var idisə, hamısı dayandı. İndi burada belə bir məsələ var. Bəs bunu belə eləmək olmaz. Yəni sui-istifadə eləmək olmaz. Mən burada xəta almayım, ondan sonraki kodlarım işləsin. Əgər bunun olmamağı sənə böyük problem yaradacaqsa, keçən dərsdə vurğuladım bunu. Bunun tapılmamağı sənə ciddi problem yaradacaqsa, elə xəta almağın məsləhətdir. Bu biz nəyə oxşayır? Məsəl üçün, hər insan səhv edir də həyatda. Tutaq ki, elə bir səhv olur, onun nəticəsi bədəli ağır olur da. Sonra ondan sonra insan o səhvi eləmir və həyatı düzənə girir və daha qaydasında gedir. Amma məsələn elə olur ki, böyük səhv edirsən, onun bir cəzası olmur, onun nəsə örtbaslı deyirsən. Ondan sonra o səhvin daha ağırını edirsən və lap fəlakət bir şeylər baş verir həyatında. Yəni sən əgər bu xətadan qaçmaq istəyirsən, bu xətadan qaçmaq səni daha bataqlığa salacaqsa, o qaçma. Qoy xətanı al, eyb yox, onu düzəldərsən. Proqramlaşdırmada belə xüsusi metodlar var, onlara diqqət edin. Mən deyirəm qaçmaq lazımdır, o demək deyil, sən ancaq bunu belə yazma, getlə yaz. O da sənə problem yarada bilər. Belə. Deməli, getlə də əldə edə bilərik. Update nədir? Bax, update edib biz yenisini də əlavə edə bilərik. Yeni məlumat. Deyə bilərsən ki, məsələn, yaş 20. Olanı da dəyişə bilərik. Məsələn, gəlin yazaq. Yəni, bu əyri mötərizədə yazılmalıdır. Mütləq şəkildə bu əyri mötərizədə yazılmalıdır. Gəldik bura. Buranı siləyim. Bunu da siləyim. Belə bir hissə var da bizdə. Ad, bir də yaş. Mən adı dəyişmək istəyirəm. Update eləmək istəyirəm və ya da yenisini. Bunu niyə görə? Bunu biz nə ilə dəyişə bilərik? Elə bununla da dəyişə bilərik. Görürsünüz, iki metod var da, həm əldə eləmək, həm də dəyişmək. Belə də dəyişə bilərəm. Tələbə dırnaqda ad bərabərdir. Nəsə. Belə elədim, yenə dəyişəcəkdir, eyni şeydir. Tələbənin ad keyinin dəyərini dəyiş. Onun ikinci variantı nədir? Gələcəkdə baxacaqda görək, bunların hansı fərqləri var, hansı situasiyada hansıları istifadə edir. Hələ ki, bunun bir errorluq, problemli bir şey yoxdur. Sadəcə biz update-ə baxırıq ki, belə bir metod da var. Metod olaraq dəyişə bilirik. Hansı formada update metodu ilə istifadə edib. Gəlib yazaq. Tələbə update. Bir dənə əyri mötərizə, yumru mötərizə, bir dənə də əyri mötərizə. Bir dənə də eyni qaydada asılıb bağladı və bunun içərisində başlayır yazmağa. Deyirik ki, ad düzdür. Yazaq. Məsələn, belə. Üstü update elədim. Və yaxud da
Bir dənə də böyle yazıram qəsdən. Görək yenisi düşdü, düşmədi. Yeni bir bayaqları olanı dəyişdi. Fərqli olan da artıq içərisinə düşdü. İndi yenə mən neyə bilərəm? Burada sübut eləmək üçün print tələbə dictionary-ni göstər bizə. Görək onun içərisində nələr var, nələr var. Şans xeyir. Tələbə dictionary-nin içərisində belə bir bayaq kimi yenə key value düşmüş olacaq. Çətindir bu hissələr. Yo, rahat. Prosta bir şey soruşaq istəyirdim Bəli. bayaqki. O ad bir dənə olsaydı ən axırıncı olacaqdı, hə? Bu update olanı. Yəni Həsən almayasaydı Hüseyn alacaqdı. Əgər buradakı bax yenə vurğulayıram. Əgər buradakılar dəqiq yazmışıqsa, buradakı kimi yazmışıqsa, bunu dəyişəcək. Hə, Bunun məlumatını dəyişir. Yox, burada məsələn böyük C də olsa, məsələn böyük alt olsa, yenisini əlavə eləyir. Bura elə bir bura düşür də bax bu formada. Yox, şey deyirəm mən. Aşağıda tələbə yazmışsa ad birinci Həsən elədiniz. Hə. Sonra 2 dənə D elədi. Orada D-nın biri, yəni bildiyimiz ad olsa, Hüseyn olsa, Hüseyni axırıncını nəzərə alacaq da. Burada məsələn bir dənə də belə olsa, Hə, Hüseyni nəzərə alacaq da. burada Həsəni burada indi baxaq. Bax, burada görürsüz belə bir şey düşüb də, key value düşüb də. Mən bunu təzədən run edirəm. Burada şey yoxdur həmin o burada olan key value. Hə. Olan Yəni əlimizdəki sonucu olan key value var idi ki, bunu dəyişmiş oldu. Onu dəyişdik. Əgər olanı olduğu kimi birə-bir yazırıqsa, onda onu dəyişir. Yox, fərq varsa yenisini əlavə edir. Onda Hüseyndə 2D olsaydı, amma printdə 1D olsaydı, onda bizə Alini verərdi, yoxsa Həsənin hansını? Bu şeyləri bilirsən də könül. Praktika vaxtı özün yoxlayacaqsın. Fatimə. 50 Fatimə 50 formada yoxlayacaqsın. Fatimə səsi yaxşı gəlmir heç vaxt. Drone səsi falan gəldi, uğraşma. Yox, hə. İndi gəlir. Uğraşsınız. Elə hamıya aiddir bu Fatimə könül edin. Söz də belə yazdınız, bunu biraz dəyişdirin də. Oturum fikirləşin. Mən burada nəsə neyə bilərəm? Nə qurcalayıb bir səhv alındıra bilərəm, xəta alındıra bilərəm. Baxım görüm nə çıxardıram mutfağa. Alıca mən eləmişəm bu vaxtında öyrənmə ərəfəsində. İndi bu dəfə siz həmin mərhələdəsizsə, siz gəl dəyişdirməz. Bunu bir dənə elə, bunu 2 dənə elə. Görə nəticə nə olur? Başa bu forma. Bəli. Sonra gəlir bizdə pop. Pop bizim yavaş-yavaş popla doğmalaşmaq lazımdır. Çünki biz burada bax 2D əlavə elədik burada. Burada lap deyək ki, buna bax. Buna baxmayın. Bir D ilə baxaq. Səhv eləmişik də düşüb bu bura. Update eləmişik düşüb. Deyirəm ki, tələbə nöqtə pop hansı key silmək istəyirəm. Məsələn, Hüseyn. Böyle bunu yazıram bu formada. Sonra bir dənə də print tələb edəcəm. Aha. Gördünüz. Həm key'i, həm value-nu silir. Bunlar ikisi bir yerdədir də. Yəni bunlar birini sildinsə, o birisi də silinir. Tək qala bilməz. Yaxşı. Məsələn, Hüseyn yazılsa ət silinir. Elə bir şey funksiyası var. Yox, sən birini saxlayıb o birisini silə bilməzsən. İndi mən sizə sual vermək istəyirəm. Belə olsa nə olacaq? Və yaxud da heç nə yazmasam. Bunları deyirəm, yoxlamaq lazımdır dərsdən sonra. Əd düşəcək. Olsun. Yəni əldə mən heç nə əlavə eləmirəm. Boş qalacaq. Bunlar boş düşəcək. Yaxşı belə olsa heç nə. Konkret heç nə. Neçə? Dırnaqsız. Xəta. Yəni deyirsən key veribsən, amma şey verməyibsən. Yəni bir dəyər verməyibsən. Alini niyə bizə vermədi? Nəyi? Ədi siləndə. Ədi siləndə bizə Alini niyə vermədi? Orada Həsən elədik də ona görə. Bir də onu verməyəcək tələbənin içində olanları ümumi. Yox, bax. Sən burada adı burada tələbə adını, yəni hansını dəyişsən, bunu dəyişsən, Həsən yeyirsən. O əli getdi.
O birilərine düşmüşdü, ona görə soruşdum. Hə, orada düşə bilər, burada düşə bilər. Burada düşür. Çünki bunun yuxarısında tələbə ad hansıdır? Əlidir. Burada düşür. Burada dəyişilib. Olub nə? Ad olub, Əli olub Həsən. Biz də burada baxırıq ki, həqiqətində Həsəndir. Və tələbə update adnan əlavə elədik. Yəni bu formada da eləyə bilərik. Boş dırnaq da eləyə bilərik. Nan, yəni heç nə. Və ya da boş dırnaq da qoya bilərik ki, mən bu key var, amma içinə heç nə yazmıram. Bəyər Fatimənin elədiyi gizli kod. İçində heç nə yazmıram da, içini boş saxlayıram. Buna nə vaxtsa nəsə əlavə edəcəm. İndi hələ ki boş lazımdır. Mən heç nə yazmaq istəmirəm. Bu formada da eləmək olar. Yəni bu key mənə lazımdır da, bu vazgeçilməzdir. Bu burada mütləq olmalıdır. Tutaq istəyirəm, belə bir key yoxdur. Yəni bu mütləq olmalıdır, amma içinə nəsə heç nə yoxdur da, mən onun içinə yazım. Onu sonra hardansa əldə edəcəm, hardansa gətirəcəm. O sonraki mərhələ. Bu dəqiqə mənə bu key lazımdır, valuesunu sonra gətirəcəm. Bunu bu formatda update yeniləyib gətirə bilərik. Və sildik və clear ilə də nə edə bilərik? Bütün məlumatları silə bilərik. Clear harda var idi başqa kimli yer? Clear string listə var idi. Listə var. Listə keçmişdə təmizləyir hamısını. Clear. Yəni yaxşı, indi sual çıxır ortağa. Təmizləyəndən sonra tələbələrin içərisində nə olacaq? Məsələ budur. Şeydə mötərizələr. 2 dənə mötərizə olacaq. Hə, heç nə onlar düşməyəcək. Boş belə bir dictionary bəli. Bəlidir. Bu boş sənə heç nə yoxdur. Key value heç nə yoxdur. Sadəcə dictionary-nin mötərizələri. Yəni tam da silinmir. Necə ki biz listi siləndə içərisində yer olurdu. Məsələn, tutaq belə bir listi. Məsələn, burada biri A olsun. Biri B. Bəs eləyərdə elə biləm ki. Print. Düzdür. Burada da gəldim. Print. Nöqtə clear metodu. Aşağıda təzədən belə. Hansı formada olacaq? Kvadrat mötərizə. Hə, listə boş. Xəta oldu. Niyə? Print, burada print nədir yazmışıq? Demişsin. Gördünüz? Yenə eyni qaydada. O kvadrat mötərizə var idi. Listə. Yəni son nə listindədirsə, nə deyirlər ona? Mötərizə option nədirsə axırıncı, elə o mötərizədə saxlayır. İndi bəli. Yəni bu onu göstərir ki, bu list imiş əvvəl, içi silinib. Bu nə imiş? Dictionary imiş, içi silinib. Clear oldu. Bu deməkdir. İndi bax A-nın içini təmizlədim. Deyirəm ki, A 0 düzdür, bərabərdir Elvin. Sonra AA. Bu da getdi könlünün elədiyi listədə bərabərdir. Və sair və ilə axırır. İndi deyirəm ki, təzədən boş bizim listimiz vardı, içini silmişdik. İndi bunun için bizə göstər. Elvinlə Hüseyni yan-yana qoyacaq. 0-1. Type error. Niyə? Niyə type error? Yan-yana verməliydi bunları. Bax, index error. Hə. Bu xətanı niyə aldıq? Çünki deyək ki, belə bir indeksdə içində heç nə yoxdur. Yaxşı, biz bu işi görmək istəyiriksə. Yəni, clear elədik deyə ona görə vermədi. Bunu biz deyəndə ki, A001 A000 da, yəni bu Elvin elə bunu. Bu da deyir ki, onun içərisində 0-cı element yoxdur. Axı mən bunu belə bir şey deyim də, yəni 0 gərək olay içində mən onu Elvin edeyim. Heç nə yoxdur. Ona da index error alırıq. İndi sizdən maraqlı təklif gözləyirəm ki, mənə elə bir təklif edəsiniz ki, biz cleardən sonra biz bunları ora mənimsədək, əlavə edək. Tipini dəyişdirmək lazımdır. List tipinə gətirmək lazımdır.
Aha, 0. Belə bir şey əlavə elədik. Dəyişənin adını şey eləməyək. A yerinə B qoyaq. Məsələn, belə eləsə necə olar? A bərabərdir bu. Bu da BB. Düzdür. Belə eləsə necə olar? Olar. Elvin gəlir, Hüseyn gəlməz. Yox. Yenə səhv olar. Bunu bax CC eləyirəm. Bunda BB. Hı. Hə, indi eləyə bilərəm yoxsa yox? E, AA bərabərdir SS plus BB elə bir şey. Yox, o list formasında olacaq. A listi, amma bunlar stringdir. Buradan heç nə verməyəcək. Yapım. keçmişik. Bəli, keçmiş. Görək hələ indi də yenə xəta alırıq. Ya bu dəfə xəta olmaz. Bir dəfə də özümü atıram içəri. Oldu. Bu bir sual verim. Appendixin içərisində 2 dənə məsələn SS, nə bilim BB belə bir şey yazmaq olur yoxsa hökmən birdən olmalıdır? Yox, bir dənə. Əgər Ümumiyyətlə bir dənə yazırıq da biz belə yazırıq. 2 dənə olsa xəta verə bilər. Sən C, BB yoxlayaq. Yaxşı. Yoxduruq amma belə bir metod xəta olar. istifadə eləməmiş. Sintaks. Belə bir metod qəbul eləmir. Tək-tək. Bu da tək-tək. Belə yaz. Gələcəkdə bunun daha sürətli versiyasına baxarıq, amma indi hələ ki tək-tək yazırıq. Bu belə. İndi siz gələn dəfə nə edirsiniz? Burada yazılıb tapşırıq, telefon kitabçası falan. Amma siz nə edəcəksiniz? Siz özünüzü yaradacaqsınız. Tapşırıq odur. Və sizə nə atacağam? Mən əlavə tapşırıq da atacağam, amma bu elə bir ki bonus tapşırıqdır. Həm YouTube-da baxanlara da aiddir. Bonus tapşırıq nədir? Bax gəlirsiniz, məsəl üçün deyirəm ki, Hüseyn özüm yaradıram da. Bərabərdir. Əyri mötərizə. Bunları silə getsin də məncə. Hə. Mən də aşağı atıram əyri mötərizə. Bunun içini belə boş qoyuram. Başlayıram buradan yazmağa. Bax ki deyirəm soyadı. Görə hələ bunu yaratdı, sonra bunun istifadəsi də lazımdır. Bilirsiniz ki, soyad, boşa nöqtə, məsələn yazdım. Bu formada doldurursunuz buranı. Sonra aşağıda printlə başlayırsınız maraqlı məsələlər düzəltməyə. Görə hələ kim daha maraqlı, təbii ki, Gmail-dən yox, özünüz yaradırsınız. Print məsələn deyirsiniz ki, if elə dırnaqla deyirsiniz ki, salam. Nümunədir yazıram da. Mənim soyadım. Biz dedik ki, dəyişən adlar nədə yaradılır? Təbii ki, bu əyri mötərizələr. Bursa dəyişən adı bunun hansı formadadır? Kvadrat mötərizə ya da getlə də eləmək olar. Dırnaqda soyad. Bir məsəl. Baxaq indi buna. Biraz əndirabadi bir şey oldu. Dırnağı axırda verməzsiniz axı. F-də başlatdığınız dırnağı. Burada yox. Burada kvadrat mötərizə əvəzinə bunu vermişəm. Bir dənə. Hansı dırnağı? Dırnağı bağlamamışıq. Hə. Çünki F-də də bir dırnaq başlamışdı. F-string güzel. Soyadda dırnaq verməlisiniz ki. Hansında? Burada verilməlidir. Bəlkə 3 dənə dırnaqla F-i bağlayasınız, onda gələr. 3 dənə dırnaq. Soyad qoşan nöqtə. Mən bizə nə yoxlamaq istəyirəm? Onsuz da bu bizə verir də. Yəni F-lə də elədik, eləmədik, o qalıb sonraki mərhələdir. Biz indi məsəl üçün deyirəm ki, tutaq ki, belə salam. Mənim soyadım. Bunu bağladım. Üstə gəl. İndi burada bu formada yaza bilərik. Print eləyirsə.
Belə dırnaqlı soyad bağladıq. Belə indi baxaq görək. Ağayev. Görürsüz, Ağayev gəldi, düşdü bura. Yəni mən bunun içərisindən istifadə edə bildim. Bir şey oldu. Onu Hı. Soyadımdan sonra bir dənə boşluq olsa, hə. Boşluğu düzələn şeydə əsas odur, bunu götürə bildim də printdə. Ev, dırnaq, burada bir dənə dırnaq atıram. Belə olsa amma ya burada hə, plus məsələsi var. Bunu bağladım. Bəlkə bu dırnağı açaq. Burada məncə burada 2 dənə dırnaq bir-birini üst-üstə düşür deyə ona görə şeydir, toqquşur deyə xəta verir. Bu işləyir əslində. İstəyirəm. Bax, ev, dırnaq açılır, dırnaq axırda bağlanır. Dəyişən isə dəyişən variable olur da bu. Əyri mötərizə açılıb bağlanıb burada. Bu da Hüseyn soyadı götürmə metodu. Yəni metod deməyək buna, üsul deyək. Bu formada soyadı götürürük. Sonra gəlib əgər soyad dəyişibsə, məsələn, tutaq ki, burada əsas data burada olub da, Əliyevdirsə, burada da şey dəyişəcək, soyadı dəyişəcək. Belə bir maraqlı bir şey yarada bilərsiniz. Özünüzə aid maraqlı value-lar əlavə edib bura, ad, yaş, nə bilim, sevdiyi rəng falan. Sonra burada da printlə maraqlı xüsusiyyətlər, belə cümlələr qurub çıxarda bilərsiniz. Təbii ki, ChatGPT-dən, Gemini-lə kömək ala bilərsiniz. Mən yaradacam nələri istəyim. Bura copy-paste yox da, mənim haqqımda yarat, mən onu copy-paste edeyim. Elə yox. Deyək ki, mən tutaq ki, özümün dictionary-mi yaratmaq istəyirəm Python-da və printdə də maraqlı belə deyim, tekstlər çıxartmaq istəyirəm mutlaka. Mənə nə məsləhət verəsən? Belə. O zaman oradan götürüm, yapışdırım bura, oradan götürüm, yapışdırım. Belə ilə qəti şəkil. İdeyanı alın və özünüz işləyin. VS Code-da amma bir dənəsini yazan kimi ardını özü yazır. Ola bilər. Ola bilər. Yəni ideyanı ondan alın. Məsələn, printdə mən buradan özüm ağlıma gəldi, yazdım. Siz daha maraqlı şeylər, ideyalar ala bilərsiniz. Məsələn, mən deyək ki, dictionary, özümə aid dictionary yaratmışam, özümün xüsusiyyətlərim. Printlə nə yazdırım məsələn? Və yaxud da hansı işi görürüm? Belə. Hələ ki, looplar keçməmişik, hələ ki, şərt if-else keçməmişik deyə qısıtlıdır da görə biləcəyimiz işlər. Amma ən azından dictionary-ni daha çox praktik eləyər, daha çox belə bərkidər ki, həm də mən sizə onsuz da tapşırıq atacağam sabah. Yəni günortaya qədər. Onu da işləyək ki, sabah if-else keçəndə, loop keçəndə artıq burada boşluğumuz olmasın. Boşluğumuz olacaqsa elə orada olsun. Biri var, onda nə boşluğumuz ola? Bax, məsəl üçün Fatimənin keçdiyini heç nə başa düşmədik. Niyə başa düşmədik? Çünki orada bilmədiyimiz 50 dənə şey var idi. Amma o bilmədiyimiz o 47-sini burada öyrənsək, ora çatana qədər. Orada 3 dənə bilmədiyimiz olacaq, onu rahat həll edəcəyik də, başa düşdünüz? Eyni anda, məsələn, mən bilirəm ki, Elvinlə Könül, məsələn, dərsdən çıxmaq istəyirlər Fatimə göstərəndə onu, çünki heç nə başa düşmürdülər. Ən azından 3 şey var. Məsələn, ingilis dilində tutaq ki, bu da proqramlaşma dilidir, bu da bir dildir. İngilis dilində adam danışır, tutaq ki, turist danışır. Heç nə başa düşməyəndə istəyirsən ki, utanırsan, istəyirsən qaçıb gedəsən. Amma məsələn, bir 2-3 sözü başa düşəndə hər cümlədən, məsələn, 10 söz deyir, ikisini başa düşsən. Adam həm həvəslənir, həm o birisi sözləri məntiqlə tapır. Yəni, ən azından bir baza olmalıdır. Mən də sizə onu... Mənim həvəsim artdı ki, belə şeylərin olduğunu bilmirdim də. Elə bilirdim, belə sadə olacaq. Yox, bu sadə şeylərdən mürəkkəb, ümumiyyətlə ən mürəkkəb şeylər, ən mürəkkəb ümumiyyətlə həyatda hər şeydir. Kod olsun, proses olsun, hamısı sadə şeylərin birləşməsidir. Bu sadə şeyləri bilməlisən ki, bu data tiplərin metodları. Sonra da if-else özü sadə bir dərsdir. Looplar biraz mürəkkəb, çətindir, amma bunlarla birləşəndə lap mürəkkəb olur. Bunları mükəmməl bildinsə, if-else də yaxşı bildinsə, loopla bunları istifadə etsən, burada sənin göstərdiyin kodda mən sənə deyim də nə vardı? Looplar var idi, if-else'lər var idi, operatorlar var idi, orada faiz bölməsi ilə falan operatorlar var. Bu mövzuları yaxşı biləndə onları hamısını başa düşəcəksən. Looplar var idi, print var idi, printə 50 dəfə istifadə edirik hər dəqiqə.
Sonra stringlər var idi orada. Var idi. İndi sən bu hələ çox mürəkkəbləşdirməmişdin. Sən orada heç dictionary yox idi orada, list yox idi, list falan görmədim mən. Ancaq stringdən istifadə etmişdim. Yəni onu daha belə mürəkkəbləşdirə bilərsən. Çünki sən bunların hamısını bilirsənsə, i plus loop-u və if-i bilirsənsə, daha mürəkkəb, maraqlı işlər görə bilərsən. Təbii ki, mən də başa düşmədim çox şey, amma maraqlı oldu ki, deməli belə şeylər də varmış. Onları da keşf etdim. Amma Python sən mən əvvəldə dedim Pythondan sən oyun da yarada bilərsən. Amma bazı nə qədər möhkəm olsa, o qədər daha mürəkkəb, daha maraqlı, daha lazımlı iş görə bilirsən. Sabah bir gün ondan belə kod götürsən belə, çox belə qəliz bir kod götürsən belə, yenə deyirəm, biri var heç nə başa düşməyəsən, biri var 50% başa düşürsən. 50% başa düşdünsə, o 50%-ində özün çözəcəksən və deyəcəksən ki, bu buna görəymiş, bu buna görəymiş. Hamısı bir-birindən əlaqədardır, zəncirvari. Heç nə başa düşməndə adam istəyir ki, kompüter bağlasın, çıxsın getsin. Amma bir də var ki, bazı. Mən indi hazırda sizə onu hazırlayıram. Çətin kodlara həm psixoloji, həm də bazı cəhətdən hazırlıq. Siz get-gedə çətin kodları görəndə daha rahat başa düşəcəksiniz. Bunlar sadə versiyalardır. Təbii ki, yəni bu mərhələləri keçmək lazımdır. Qabağa qaçmaq lazımdır. Əgər Fatihə qabağa qaçmaq, çox çalışmaq istəyirsənsə, tapşırıqdan əlavə işləmək istəyirsənsə, denən ki, mənə ChatGPT-dən istədiyən ki, mənə dictionary-yə aid qəliz tapşırıqlar ver, çətin tapşırıq ver, mən onu işləyim. Vizualda və ya da VHS. Denən ki, ver işləyim. At mənə denən ki, ən qəlizdə tapşırıq istəmişəm, verib eləmişəm. Buyurun, bu da kod. Amma ondan cavabı almadan, denən cavabsız formada göndər. Ona at, deyim ki, hə, şurada halaldır. Sən qaçıbsan if, else, loop falan, onlar keçməmişəm. Mən sənə heç onu tələb də eləmirəm və digər yoldaşlarım. Amma ki, siz əgər vaxtınız, imkanınız varsa, listlərə aid, dictionary-ə aid, bunlara aid bir dənə belə yazırsınız. Deyirsiniz ki, gördünüz məsələn if-lə verdi, loop-la verdi. Deyirsiniz ki, yox, mən if keçməmişəm, loop keçməmişəm. Mənə data tiplər, listlər, deməli, dictionary-lər, bunların və metodlarına aid tapşırıqlar ver. Çətin tapşırıqlar. Özünə güvənsənsə, verdi tapşırığı. Vaxtın çox asan gəlir. Deyirsən ki, yox, bu mənim üçün çox asandır. Daha çətin. Bundan 10 qat çətini ver. Görüm hələ ən çətindən eləyib ata biləcəksən. Onda deyirsən ki, hə, halal. Sən mən keçdiyim dərsin 10 qat artırılmasını mənə qaytarırsan. Aydındır. Oldu. Sual var.